Məlum olduğu kimi fevralın 19-u İranda parlament seçkiləri ilə əlaqədar Vilayət Quliyevin səfəri təxirə salındı. Cəmah Analitik İnformasiya Mərkəzinin yaydığı məlumata görə Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Dr. Mahmud Əli Çehrəqaninin hüquqlarının pozulmasına və qanunsuz həbsinə etiraz əlaməti olaraq Cəmah Mərkəzi Komitəsi Təbrizdə bəyanat yayıb. Bəyanatda Cənubi Azərbaycan əhalisi seçkilərdə iştirak etməməyə çağırılıb. Məlumat yayıb. İran hökuməti Cənubi Azərbaycanlıların ənənəvi olaraq hər il Bəz qalasında mərasim keçirmələrinə əngəl yaradır. Hazırda dünyanın bir sıra ölkəsində insanlar haqqında konkret məlumatların toplanması üçün yeni biometrik eyniləşdirmə sisteminə keçirilməkdədir bildiyiniz kimi. Azərbaycan da dünyanın bir hissəsi və terrorizmdən əziyyət çəkən ölkə kimi xarici və daxili təhlükəsizliyini təmin etmək məqsədinə yaxın vaxtlarda bu sistemi tətbiq etməyə başlayacaq. Ölkədə və dünyada baş verən ən mühüm hadisələrin xəbərləri ilə Hər gün informasiya proqramının əsas buraxılışı efirdədir. Axşamınız xeyir. Faktlara, hadisələrə və araşdırmalara keçməzdən öncə xəbərlərin müxtəsərinə nəzər salaq. Cəbhədə gərgin anlar yaşandı. Düşmən ordusu davamlı atəş taktikası verib. Sonra da pulu verməyən kələkbaz Nəsimi polis tərəfindən zərərsizləşdirilib. Son günlər cəbhədə hökm sürən gərgin vəziyyət bu gün də davam edib. Erməni silahlı birləşmələri Ağdam, Füzuli
olsun dəyərli izləyicilər. Space-in canlı efirində hər günün saat 17 olan buraxılışını Fərqanə Səfərin təqdimatında izləyirsiniz. Saatın əsas xəbər başlıqlarına nəzər yetirək. Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Hər günün saat 15 olan buraxılışını Space-in canlı efirində Fərqanə Səfərin təqdimatında izləyirsiniz. Əvvəlcə anonslarla tanış olaq. Erməni hərbçi, Ermənistan üçün Qarabağ layış, ölən və yaralılar var. Və təfərrüatıyla Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Space-in canlı efirində hər gün xəbər xidmətinin saat 12 olan buraxılışını izləyirsiniz. Əvvəlcə gündəmin ən vacib xəbərlərinin anonslarına nəzər yetirək. Hər vaxtınız xeyir efirdə. Salam əziz tamaşaçılar, Space efirində xəbərlərdir. Əvvəlcə anonslara nəzər salaq. Azərbaycan ordusuna məxsus 2 pilotsuz uçuş aparatını vurduran şəxslərə $100 veriləcək. İndi isə daha ətraflı. Azərbaycan ordusuna məxsus 2 ədəd pilotsuz uçuş aparatının güya basarkeçər üzərində vurulması Salam, hər vaxtınız xeyir. Space xəbərin 17 buraxılışında ən son yeniliklərlə yenidən qarşınızdayıq. Xəbər bələdçiniz Ayşə İsazadədir. Əvvəlcə qısa xəbər başlıqlarına nəzər salaq, daha sonra detalları ilə təqdim edəcəyik. Daşkənddə Heydər Əliyev meydanının açılışçilərin məskunlaşdığı məkanın dağıdılması kadrlarını ekranlara gətirəcəyik. İndi isə daha ətraflı. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev meydanının açılışında iştirak ediblər. Meydan paytaxtın Mirabad rayonunda Azərbaycanlıların yığcam yaşadıkları ərazidə yerləşir. Axşamınız xeyir olsun dəyərli izləyicilərimiz. Space xəbərin əsas buraxılışı efirdədir. Studiyada Könül Quliyevadır. Əvvəlcə günün əsas xəbərlərinin anonslarına nəzər salaq. Prezident İlham Əliyev 4-cü Adeks və Hansı rayonlarında daşqın təhlükəsi var. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır. İndi isə daha ətraflı. Prezident İlham Əliyev İbrahim Cəfərov
Axşamınız xeyirli olsun, hörmətli televiziya tamaşaçıları. Space xəbərin bu gün olan əsas buraxılışını təqdim edirik. Aparıcınız mənim Ceyhun Səfər. Əvvəlcə gəlin qısaca xəbər başlıqlarına nəzər yetirək. Azərbaycan Brüssel formatına dəstəkləyir. Prezident İlham Əliyevlə Qida Təhlükəsizliyi Agentliyi arasında insident. 3500 manat cərimə yazıb. Qanunsuz yoxlama aparırlar. İndi isə daha ətraflı Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çek Respublikasının baş naziri Peter Fialanın dəvəti ilə Avropa Siyasi Birliyi zirvə Axşamınız xeyir, Space TV-də xəbər vaxtıdır. Space xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Xəbərçiniz mənəm Murad Əzimzadə. Əvvəlcə xatırlatmamızı izləyək, sonra təfərrüatlarla davam edəcəyik. Azad olunan ərazilərə köçürüləcək sakinlərin 9 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşandan sonra öz qüvvəsini itirdi. İndi isə daha ətraflı Gövhər Baxşəliyeva Azərbaycanın Axşamınız xeyir, bura Space TV-də xəbər vaxtıdır. Əsas xəbər buraxılışı ilə qarşınızdayıq. Xəbərçiniz mənəm Murad Əzimzadə. Əvvəlcə xatırlatmamızı izləyək, sonra təfərrüatlarla davam edəcəyik. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti 36 yaşlı şəxs qızıl zinət əşyalarını oğurladı, polisə yaxalandı. İndi isə daha ətraflı Prezident İlham Əliyevin Əbu Dabi Axşamınız xeyir, bura Space TV-də xəbər vaxtıdır. Əsas xəbər buraxılışı ilə qarşınızdayıq. Xəbərçiniz mənəm Murad Əzimzadə. Əvvəlcə xatırlatmamızı izləyək, sonra təfərrüatlarla davam edəcəyik. Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq paytaxtda daha bir ünvanda bina tikən şəxslər yaşıllığı məhv edir. Digər ağaclarında köklərinə ziyan vurub. İndi isə daha ətraflı. Prezident İlham Əliyev İranlı həmkarı Məsud Pezeşkiyana İranın Milli Bayramı İslam İnqilabının qələbəsi günü münasibəti ilə təbrik məktubu ünvanı Salam, sabahınız xeyir olsun. Dəyərli Space TV izləyiciləri, yenə də yeni gündə, yeni xəbərlərlə yenidən sizin qarşınızdayıq. Xəbərin izindəyik və addım-addım gəzəcəyik. Dünyada və Azərbaycanda baş verən ən önəmli hadisələr sizin diqqətinizə çatdıracağıq. Bu dəfə də xəbərin bələdçisi mənəm, Səidə Bəkir qızı. Çox maraqlı bir proqram tərtib etmişik. Sizin hər biriniz üçün ümid eləyirəm ki, yaxın 2 saat ərzində bizi izləyəcəksiniz. Qısaca bir anonsların üzərindən keçək. Nələrdən xəbər tutacaqsınız, nələrdən xəbəriniz olacaq. Azərbaycanda təhlükəli infeksiya ortaya